Miqə imtahan vermək yox, əlbəttə ki. O deyir, da indi bir dənə məsələ var, o bura çəkmək istəmirəm. Batdığı yerdən 2 dəfə batmaz da, yəni bildiniz hansı məsələ deyirəm. Gündə xəbərlərdə də bir dənə şey oxuyuruq. Məsələn, bu günləri oxudum ki, şeydir də, şagir gedib müəllimi güllələyib. Nəsə də belə bir şey. Şeydir də, bilsən necədir? Hamının evində bir dənə 2 dənə uşağı var. Hamı da uşağın şahzadə kimi saxlayır. Yox demir. Əksər ailələrdə belədir. Həm kasıb, həm varlı ailələrdə. Uşağın hər istədiyini hə deyirsən, uşaq da elə bilir ki, elə hər şeyi eləyə bilər. Olmaz. Yəni biz tutaq ki 90-cı illərdə böyümüş uşaqlar orada. Biz çətinliklə böyümüş uşaqlarımız qoy yaxşı yaşasın. Analar deyir əsasən də, biz deyirik. Uşaqlarımız, mən uşaq vaxtı falan şeyim olum, gənc vaxtı falan şeyim olum, qoy uşağımın hər şey olsun. Elə deyib uşaqları başımıza çıxardırıq. Mən özüm də. Öyle gəlib burada isim yazmasın ki. Bu savadı yoxdur, bu miqrantər imtahan verəcək. Niyə yoxdur? Mən kifayət qədər savadım da var, hər şeyim də var. Sadəcə mən məktəbdə işləmək istəmirəm, müəllim işləmək istəmirəm. Qruplar var, qoşulursan, hazırlaşsan, hazır qrupları. Oturub özün oxuyursan, gedib verirsən. Yəni çətin orada heç yoxdur. İllərin təcrübəsi varımdır, savadım varımdır. Sadəcə dediyim kimi dövr o dövr deyil. Yəni